Hər kəsə salam. Bilirsiniz, biz hər gün onlarla veb-sayta giririk, amma heç düşünmürük ki, pərdə arxasında əslində necə bir mübarizə gedir. Bax, bugün biz məhz o pərdəni aralayacaq. Rəqəmsal dünyamızı təhlükəsiz saxlamaq üçün etik hakerlərin istifadə etdiyi, belə deyək, sehirli alətlər dəstinə başvuracaq. Bəli, əsas sual da budur. Veb-saytlar o təhlükəsizlik boşluqlarını, o çatları pis niyyətli hakerlər tapmamışdan əvvəl necə aşkar edir? Bu, həqiqətən də hər bir sayt sahibi üçün, belə deyək, baş ağrısı olan bir məsələdir. Cavab isə maraqlıdır ki, onların özlərini sındırmağa çalışmalarındadır. Əlbəttə ki, etik çərçivədə. Və bu işin adı penetration testing, yəni sızma testidir. Təsəvvür edin ki, siz evinizin təhlükəsizliyini yoxlamaq üçün peşəkar birini dəvət edirsiniz. O gəlir, bütün qapıları, pəncərələri, qıfılları yoxlayır. Hətta oğrunun girə biləcəyi ən ağlasığmaz yerləri belə axtarır. Bax, penetration testing də rəqəmsal dünyada eyni işi görür. Məqsəd, əsl cinayətkarlar gəlmədən bütün zəif nöqtələri tapıb bağlamaqdır. Yaxşı, bəs bu rəqəmsal müfəttişlər işlərini necə görür? Gəlin onların alət çantasına birlikdə nəzər salaq və görək bu çatları tapmaq üçün hansı möhtəşəm vasitələrdən istifadə edirlər. Siyahımızdakı ilk alət Vega'dır. Vega'nı bir növ təhlükəsizlik dünyasının İsveçrə bıçağı kimi təsəvvür edə bilərsiniz. Yəni, bir çox işi tək başına görə bilir. Çox rahat bir interfeys var və SQL injection, cross-site scripting kimi ən populyar hücum növlərinə qarşı zəiflikləri avtomatik olaraq axtarıb tapır. Bəs Vega necə işləyir? Əslində, proses çox sadədir. Cəmi 3 addımdan ibarətdir. Birincisi, siz ona hədəfi, yəni yoxlamaq istədiyiniz saytı göstərirsiniz. İkincisi, o bütün ağır işi öz üzərinə götürür, saytı başdan ayağa skan edir və üçüncüsü, sonda sizə ətraflı bir hesabat verir ki, bax, filan yerlərdə problemlər var, bunları düzəltməlisən. Gəlin indi bu addımları vizual olaraq da baxaq. Baxın, hər şey bu sadə pəncərədən başlayır. Sadəcə test etmək üçün icazəniz olan veb-saytın ünvanını bura yazırsınız. Görünüşü çox bəsitdir, elə deyilmi? Amma əslində bütün prosesi başladan çox güclü bir ilk addımdır bu. Və skan et düyməsini basan kimi Vega öz işinə başlayır. O, sanki yorulmaq bilməyən bir detektiv kimi saytın hər bir künc bucağını yoxlayır. Potensial giriş nöqtələri, zəif ayarlar, unudulmuş arxa qapılar, nə varsa hamısını bir-bir axtarır. Ən yaxşı tərəfi də odur ki, bütün bu ağır işi tamamilə avtomatik edir. Və nəhayət, nəticələr, ən maraqlı hissə də budur. Fikir verin, Vega təkcə problem tapdım demir. O, tapdığı hər bir boşluğu ciddiliyinə görə qruplaşdırır. Yüksək riskli, orta riskli, aşağı riskli. Bu, sayt sahibi üçün əsl xəzinədir. Çünki dərhal bilir ki, ilk növbədə hansı yanğını söndürməlidir. İndi isə gəlin başqa bir güclü alətə keçək. OWASP ZAP. O da Vega kimi zəiflikləri axtarır, amma işləmə prinsipi tamamilə fərqlidir. O, bir növ casus kimi işləyir. Bütün məlumat axınını ələ keçirir və təftiş edir. Deməli, ZAP necə işləyir? Təsəvvür edin ki, sizin kompüterinizdən girdiyiniz veb-sayt arasında oturub bütün söhbətə qulaq asır. Yəni, göndərdiyiniz və aldığınız hər bir məlumat paketini yoxlayır. Bu, ortadakı adam taktikası ona imkan verir ki, normal skanerlərin görə bilmədiyi məlumatların ötürülməsi zamanı yaranan çox dərin zəiflikləri belə tapsın. Vega kimi ZAP-də də işə başlamaq çox asandır. Baxın, soldakı şəkildə sadəcə avtomatlaşdırılmış skan düyməsini basmaq kifayətdir. Amma fərq nəticələrdədir. Sağdakı pəncərəyə diqqət yetirin, o təkcə saytın quruluşunu deyil, həm də o casusluq zamanı ələ keçirdiyi trafiqə əsaslanan bütün potensial təhlükələri, xəbərdarlıqları bir-bir siyah şəklində göstərir. İndiyə qədər gördüyümüz alətlər, belə deyək, ümumi terapevtlər idi. Amma bəzən sizə konkret bir problem üçün ixtisaslaşmış bir cərrah lazım olur. Təhlükəsizlik dünyasında da vəziyyət eynidir. Və bir vacib məqam da var. Bütün alətlər rəngarəng qrafik interfeyslərə, düymələrə malik olmur. Peşəkarların ən çox sevdiyi bəzi alətlər məhz bu cür qara ekranda, yəni əmr sətrində işləyir. Bəlkə soruşarsınız ki, niyə? Cavab sadədir. Sürət, güc və inanılmaz dərəcədə çeviklik. Onları asanlıqla avtomatlaşdırmaq və başqa sistemlərlə inteqrasiya etmək olur. Bax, bu da o cərrahlardan biri, WP Scan. Yəqin bilirsiniz ki, internetdəki saytların çox böyük bir hissəsi, bəlkə də 1/3 WordPress üzərində qurulub. Bu qədər populyar bir platformanın özünə məxsus zəiflikləri də olur. Məhz WP Scan'in işi də budur. O, ancaq və ancaq WordPress saytlarını yoxlayır və onların ən dərin, ən spesifik problemlərini üzə çıxarır. Və onun bacarıqları həqiqətən də heyrətamizdir. O, səthi yoxlama aparmır.
saytdakı istifadəçi adlarını tapır. Bütün pluginlərin siyahısını çıxarır, hansı temanın istifadə olunduğunu deyir və ən vacibi, bütün bu plugin və temaların içində köhnəlmiş, təhlükəli, yəni hackerlər üçün açıq qapı olan bir versiya olub-olmadığını dəqiqliklə müəyyən edir. Baxın, bu da real bir nümunə. Bu nəticələrdə WPScan çox konkret bir problemi göstərir. Contact Form 7 adlı plugin köhnəlib. Bu sadə bir xəbərdarlıq deyil. Bu sanki qapının üzərində giriş buradandır yazılmış bir elan kimidir hakerlər üçün. Təcavüzkarlar məhz bu cür köhnəlmiş pluginləri axtarırlar. Ona görə də bu kiçik məlumat parçası sayt sahibi üçün qızıldan da dəyərlidir. Yaxşı, bir qədər alət, skan, zəiflik, bütün bunları danışdıq. Amma gəlin bir anlıq dayanıb düşünək. Bütün bu işlərin arxasındakı əsas məqsəd, böyük mənzərə nədir əslində? Və cavab budur. Məqsəd heç vaxt nəyisə sındırmaq, dağıtmaq deyil, tam əksinə. Məqsəd o divardakı çatları, bünövrədəki boşluqları tapmaqdır ki, biz onları vaxtında təmir edək. Sonda hamımız üçün daha təhlükəsiz, daha möhkəm bir rəqəmsal dünya inşa edək. Etik hackerlik əslində dağıdıcılıq yox, yaradıcılıqdır. Beləliklə, növbəti dəfə onlayn alış-veriş edəndə və ya sosial mediada gəzəndə bir düşünün. Sizi qoruyan ilk müdafiə xətti nədir? Bu, təkcə sizin seçdiyiniz mürəkkəb parol deyil. Bu, pərdə arxasında gecə-gündüz çalışan, sizin bank məlumatlarınızı, şəxsi mesajlarınızı qorumaq üçün çalışan bu alətlər və o alətləri istifadə edən peşəkarlardır. Onlar bizim rəqəmsal dünyamızın həqiqətən də adsız qəhrəmanları, görünməz keşikçiləridir.